Biz istək diskriminasiyası eləyəcəyik. Yəni egodan gələn istəklərlə ruhdan gələn istəkləri ayırd etməyi öyrənəcəyik. Ego istəkləri həmişə qorxu və çatışmamazlıqdan yaranır. Onların arxasında həmişə gizli bir çünki olur. Məsələn, pul istəyirəm çünki kasıb olmaqdan qorxuram. Sevgi istəyirəm çünki tək qalmaqdan qorxuram. Uğur istəyirəm çünki hörmət edilmək istəyirəm. Burada gizli bir çünki var. Bu ego istəyidir. Ruhi istəklər səbəbsizdir. Kömək eləmək istəyirəm, yaratmaq istəyirəm, kəşf etmək istəyirəm. Onların çöldən hər hansı bir təsdiyə ehtiyacı yoxdur, çünki içdəki doluluqdan qaynaqlanır bu. Sən düşünürsən ki, sən uğur, tanınmışlıq, nailiyyətlər istəyirsən. Amma əslində sən təhlükəsizlik, sevilmək, dəyərinin görülməyini istəyirsən. İnsanların məqsəd adlandırdıqları şeylərin əksəriyyəti egonun müdafiə mexanizmasıdır. Bunların 90%-i özünü dəyərsiz, sevilməmiş və əhəmiyyətsiz kimi hiss etməmək üçün yaradılmışdır. Karyera istəkləri, münasibət arzuları, uğur istəyi, tanınmışlıq. Bunlar hamısı egonun qorunma mexanizmasıdır. İnsanlar 10 illərlə hansısa bir məqsədin arxasınca qaçırlar. Dəhşət istəyirlər və onu əldə edəndən sonra bir boşluq yaranır. Bu boşluğun səbəbi bilirsiniz nədir? Odur ki, onlar özlərinə aid olmayan, əslində istəmədikləri məqsədlərin arxasınca qaçıblar. Buna məqsəd zəhərlənməsi deyilir, purpose poisoning. Ona görə də ruhani oyanış çox vaxt məqsədləri öldürür. Sən görürsən ki, əslində təzə bir mən var imiş. Sən görürsən ki, sən illərlə sadəcə sənə aid olmayan məqsədlərin arxasınca qaçmısan. Bu, özünü aldatmağın zərif bir formasıdır. Və buna görə də məyusluq keçirirsən ki, mən vaxtımı gör nəyə görə sərf eləmişəm. Təbiət boşluğu sevmir. Ona görə sən köhnə məqsədləri itirəndə yerini həqiqi məqsədlərlə mütləq doldurmalısan. Buna çatmaq üçün də dediyim kimi bu qaranlıq fazadan keçmək lazımdır və səbirli bir şəkildə bu boşluqda gözləmək lazımdır ta ki o həqiqi istək üzə çıxana kimi. Sənin burada əslində edə biləcəyin heç nə yoxdur. Elə məsələ də odur ki, heç nə etməməlisən.